Salam, yeni kanalıma xoş gəlmisiniz. Bugün yenə bazar günüdür. Yenə çıxmışam çölə, coffee shop'a gedirəm. Düşünürəm ki, bunu artıq rutin halına gətirsəm daha yaxşı olar. Çünki biraz belə tək oturub kitab oxumaq, evdə o alınmır heç. Nəsə mütləq bir iş çıxır, mütləq nəysə iş görmək, onu elə, bunu elə. Yəni adam özünə vaxt ayıra bilmirəm. Ona görə çalışdığım qədər vaxt olduqca, imkan olduqca bazar günləri çölə çıxmaq çalışıram ki, gedim biraz oturun, özümə vaxt ayırım. Belə, indi yenə McDonald's-a gedəcəm. Orada göstərərəm hansı kitabı oxuduğumu hazırda. Aldım. İndi başlayacağım kitab oxumağa. Oxuduğum kitab budur. Elxan Əlaflı'nın yeni çıxan, ən son çıxan kitabıdır, Boş Çanta. Bu kitabda belə başa düşdüm ki, gənc bir oğlanı qətl edirlər. İndi belki 32 səhifə oxumuşam. Oxuduqca fikirlərimi bölüşəcəm sizinlə. Dünən belə özbək aşı kimi bir aş dəmləmişdim. İndi bunu qızdırıb yeyəcəm biraz. Kabalıd var içində, al-buxara, alça yəni, bir də can əti soğanda qovrulmuş halda. Çox dadlı alınıb. İlk dəfə idi belə aş hazırlayırdım, belə plov hazırlayırdım. Çox bəyəndim dadını, çox qəşəngdir. Yoldaşım da çox sevdi, mən də çox bəyəndim. Yemək hazır olana qədər, qızana qədər istəyirəm kitab haqqında oxuduğum yerə qədər fikirlərimi bölüşüm. 76 səhifə oxumuşam. Oy, çərçivəmizi açdım. 76 səhifə oxumuşam. Baş yolda gənc bir, Navid adında gənc bir oğlandır. Yeni tələbə adı qazanır və rayondan şəhərə yeni gəlib və alışmadığı bir həyat tərzidir. Şəhərə alışmağa çalışır. Həyat tərzi isə budur ki, yəni həmişə atasından öyrənib ki, mütləq həmişə hər şey halal olmalıdır. Halal olsun, amma yəni sən pis vəziyyətdə yaşa, hər şey mükəmməl olmasın, hər şey pis olsun, yaşam tərzin çox aşağı olsun, amma mütləq hər şey halal olmalıdır. Buna rəğmən həmişə öz atasına əsəbləşir, çox pis olur. Harama əl uzatmamağı öyrədir atası burada Navidə. Atasından öyrəndiyi kimi, belə deyək, Navid həmişə hər şeyin halal olmasını istəyir, amma onun bu xasiyyətinə görə həmişə onu aldadırlar. Atasının bir dediyi bir söz var ona, yəni sən həmişə bununla davam etsən, həmişə çantan boş qalacaq və hər halda ki, növbəti səhifələrdə kitabın adı da onunla bağlıdır, Boş Çanta. Yəqin ki, növbəti irəliləyən hissələrdə nəsə bir hadisə baş verəcək. Bir şey də bölüşmək istəyirəm. Bizim ölkədə Elxan Əlaflı'ya qarşı belə bir fikir formalaşıb ki, onun yazdığı kitablar hər biri boşdur, oxumağa dəyməz. Çox mənasızdır, çox açıq-saçıqlığı ilə əks olunub hər şey. Mən əminəm ki, bu insanlar Elxan Əlaflı'dan başqa heç bir kitab oxumayıblar. Xarici ədəbiyyatdan, klassikalardan, başqa bir fərqli dünya ədəbiyyatından məlumatları yoxdur ki, bunlar Elxan Əlaflı'ya hər şeyi açıq-saçıqlığı ilə əks olunub deyirlər. Bu normal bir şeydir. Açıq-saçıqlığı ilə əks olunan bir mövzular varsa, hər bir halda kitabın üzərində yaş kateqoriyası yazılır. Məsələn, bu kitab 16+-dur. Və Elxan Əlaflı'nı ümumiyyətlə bəyənmirlər. Bəyənməyə bilərsiniz. Bu normal bir şeydir. Bəyənməmək olar. Mən razıyam. Çox, məsələn, klassikalar kimi mütləq deyil ki, insana nəsə öyrətsin, amma ölkəmizdə baş verən reallıqları əks etdirir əsasən Elxan Əlaflı. Mən şəxsən belə deyim, necə olur ki, məsələn, bir teleseriallar var, ölkəmizdə reallıqları əks etdirəcək teleseriallar var. Bunlara həmişə baxış sayı hər kəs çox bəyənir. Elxan Əlaflı'nın ölkəmizə baş verən reallıqları yazdığı halda onun kitabları hər zaman irad atəşinə tutulur. Mən razıyam. Hansısa bir, belə deyək, öyrədici bir şey olmaya bilər kitablarda və yaxud da nəyisə öyrətmək şərt deyil bir kitabda. O artıq insan düşüncəsinə aiddir. Hər bir insan düşünürəm ki, hər bir kitab, hər bir insan nəsə qatır. Ən azından mütləq deyil ki, kitab insana nəyisə öyrətsin. Ən azından insan bunları oxuduqca onda empatiya hissləri yaranır. Məsələn, bir neçə dənə Elxan Əlaflı'nın kitabı olub ki, mən oxumuşam və insan dərk edir ki, normal düşünən insanlar dərk edir ki, məsələn, mənim həyatımda qarşıma belə bir şeylər çıxsa, mən belə davranmaya bilərəm. Artıq insanda sual formalaşır beynində. Mən belə düşünürəm. Bu mənim şəxsi fikirlərimdir. Ən azından, məsələn, mən düşünürəmsə, həyatda bu hadisə
mütləq bu cür olur və yaxud da bir yolu var. Artıq kitablar oxuduqca sən görürsən ki, yox, artıq bu hadisə belə olmaya da bilər. Bu hadisə başqa cür də ola bilər. Və bir də çox eşitmişəm Elxan Alasının kitabları haqqında. Deyirlər ki, çox sadə yazır, bəsit yazır kitabları. Düşünürəm ki, bizim öz dilimizdir, öz ana dilimiz olduğuna görə bu bizə çox sadə gəlir. Digər ki, bir neçə dənə kitablar da var ki, çox sadə gəlir məsələn mənə. Tutaq ki, məsələn indi əlimin altında olan məsələn, iki qaynı deyək. Sadədir, yəni başa düşüləndir, anlaşılandır. Olsun Mark Levi. Çox sadədir, başa düşülən, anlaşılan dildədir. Düşünürəm ki, ekstra olaraq Azərbaycan yazıçılarının sadə deyilməyi bu qənaətə gətirib çıxarır ki, öz dilimizdə yazır. Tərcümə olunmur. Məsələn, Çingiz Abdullayevin kitabları bildiyim qədər rus dilindən tərcümə olunur bizim dilə və ona görə biraz fərqli hiss oluna bilər. Amma Elxan Alaslı sadəcə tamamilə öz dilimizə, məişət dilinə uyğunlaşdırılıb yazır. Ona görə bu bizə sadə gəlir. Və bir neçə dəfə fərqli yerlərdə görmüşəm. Məsələn, sual verirlər kitab səhifələrində ki, Elxan Alaslı oxumağa dəyər, dəymez. Dəfələrlə şahid olmuşam ki, pisləyirlər yazıçını, deyirlər dəyməz, ondan sonra get başqa şey oxu, falan şey oxu falan. Mən belə düşünmürəm. Bayaq bildirdiyim kimi seçimlər fərqlidir, seçimlər azaddır. Hər bir insan istəyirsə əgər Elxan Alasını oxumaq, oxusun. Mütləqdir ki, bu kitab ona bir nəyisə öyrətməsə belə, həyatda bir qanunu mütləq şəkildə öyrətməsə belə, ən azından onda empatiya hissi yaradacaq və o başına belə bir hadisə gəlsə və yaxud da belə bir hadisə ilə qarşılaşsa, əgər onun beynində bu hadisəyə qarşı bir fikir formalaşırsa, bir neçə artıq bu tip kitabları oxuyandan sonra bir neçə fikir formalaşmağa başlayacaq və ona uyğun artıq qərarlar verməyə çalışacaq. Elxan Alaslı haqqında fikirlərim bu qədərdir. Yazıçının özünü, şəxsən özü ilə tanışlıq fürsətim olub bir neçə dəfə. Biz onunla eyni fakültə olmuşuq. Bunu özünə hər dəfə görüşə gedəndə, canlı görəndə bildirirəm ki, biz eyni fakültədə təhsil almışıq. Bir neçə dənə kitablarıma şəxsi olaraq imzalatmışam da. Fürsət olduqca imzaladacağam. Bu qədər. Oxuyan hər kəsə xoş mütaliələr arzulayıram. Bu serial mənim ən sevdiyim seriallardan biridir. Həmişə yemək yeyəndə və yaxud da dincələndə, boş oturanda, belə deyək, keyfim açılmasını istəyəndə, özümü xoşbəxt hiss etmək istəyəndə buna baxıram. Dəfələrlə təkrar baxmışam. İndi özümə biraz popkorn hazırlayacağam. Televizora baxa-baxa yeməyə. Yağ əlavə eləmişəm. Biraz gözləyirəm qızsın. Keçən dəfə tam qızmağını gözləmədim. Yaxşı alınmadı. Bir dəfə gözləyəcəm ki, tam qızsın. Sonra popkornları əlavə edəcəm. Yaxşı qızıb. Biraz da əlavə edək. Biraz da duz əlavə edək. Duzlu olsun. Bağım bağlayıb partlamanı gözləyəcəm. Birinci hissə partladı, bitdi. İndi bunu tökəcəm. İki dəfə yeyəcəm, bəs yeyəcək. Qornum hazırdır. İndi biraz vanil qoxusu yandıracağım ki, qəşəng iyi yayılsın evə. Bir də çoxdan da baxmaq istədiyim film var, Seven. Yarısına qədər baxmışdım, yarısından sonra baxmamışdım. İndi onu açmışam, ona baxıram. Baxım eləyəcəm. Saçlarımı bundan vururam uclarına. Göz altlarımı nəmləndirmək üçün bunu istifadə edəcəm. Çox qəşəngdir, çox bəyənirəm. Bu maskarı çox qəşəng nəmləndirir. Bunları DM-dən almışdım Belgradda. Bilsə də bu qədər qəşəngdə çox alardım. Çünki çox ucuz idi. 1 manat falan idi bunlar. Cırdım. Heç nə olmaz. Ay, yapışmır indi də. Bunu bağlayaq. Aha. Bunun içində suyu qalır kifayət qədər. Mən bunun qabını çıxardım ən yaxşısı. Belə. Biraz un suyundan da götürək. Yoxdur bunun içində su burada deyəkin.
daha yaxşı yapışması üçün. Hətta qalan suyundan burnumuza falan da vuraq, bu hissələr də nəmlənsin. Açdım.